Herkese salam dostlar, ben 095. Bugün sizlerle birlikte yeni gelen güncellemeye baxırıq. Aslında bu güncelleme hamıya gəlməyib, amma sadece beta oyuncularına gəlib də, bəzi adamlara beta oyuncularına da gəlib də, gəlməyənlərə deyilir ki, bir həftə sonra gələcək. Bu grafik nədir Allah? Yəni nəysə. Gəlməyənlərə bir həftə sonra gələcək deyilir. Yəni deyilir də, yəni. Mən özümdən uydurmuram, amma deyilir, yəni elə deyilir. Nəysə, çox da uzatmaq istəmirəm. Gəlin videomuza keçək. Baxın, belə yeni güncəlləmədə belə bir Kia var. Baxın, onsuz da bunun logosunu eləmişdim mən. Və bunu editli bir şəkildə YouTube'a atmışdım onsuz da. Baxmayanlar baxa da bilər, baxmaya da bilər. Yəni sizin fikrinizdir. Mən sizin fikrinizə qarışmıram da, baxa da bilərsiniz, baxmaya da bilərsiniz. İndi ondan sonra belə bir BMW gəlmişdi və bu BMW çox gözəldir məncə. Bax belə bunun adı deyəsən BMW R807. Belə bir adı var, yəni. Baxın, bu arada arxa logo yeri başım boyda deyəsən, çox yekədir. Nəysə, belə bir maşınımız gəlib. Baxın, bunun buferlərini sökmüşdüm mən. Nəysə də yəni. İndi buradan, baxın, bu arada bu tırlara qapı açılma animasyonu gəlib. Baxın, bu ikisinə də. Yox, buna gəlmişdi, o yadımdan çıxdı. Nəysə, ən gözəllərindən biri də var. Baxın, buna da qapı açılma animasyonu gəlib. Nəysə, o bir dənə də maşın gəlmişdi deyəsən. Bir dənə də maşın gəlmişdi bura. Bir dəqiqə onu tapsam göstərəcəm. Hadi bu. Bu da offroad maşınıdır. Biraz palçıq eləmişəm, amma olsun, nə yazı olar. Çox önəmsəmirəm mən bu maşını. Offroad maşınıdır yəni. Nəysə, gəlin oyuna girək sizlərlə birlikdə. Bakın, bu arada çöl xəritəsinə də yeni bir güncəlləmə gəlib. Bu arada sizlərə bir şey göstərəcəm indi. Baxın, bu maşınla əlaqəli. Baxın, bu maşını alıram. Bu maşını artıq oyunda üstün açıb bağlaya bilərsiniz. İstədiyiniz vaxt üstün açıb bağlaya bilərsiniz. Üstün açmağa basanda ən birinci şüşələri yenir maşının. Güzgüləri yenir. Baxın, göstərin hətta, baxın. Bu şəkildə. Gördüyünüz kimi ən birinci güzgüləri yenir, sonra da üstü açılır. Nəysə, çox gözəl bir detaydır. Məncə bu çox gözəl bir şeydir. Bu maşının da dəyəri artdı artıq. Bu maşının da dəyəri biraz daha artdı artıq, yəni. Qapı açılma animasyonu da gəlib bu arada. Baxın belə. Məncə bu özəllik çox gözəldir. Kaputu və bagajını da aça bilərsiniz bu şəkildə. Nəysə, bu özəllik belə idi. İndi keçək digər özəlliyimizə. Baxın, indi bu maşın burada o tırlara qapı açılma animasyonu gəlib. Ən birinci bunu göstərək, belə bu DAF tırıdır da yəni. Bir dəqiqə. Ən birinci bunu göstərək. Sonra bu yuxarıdakını göstərərik. İndi ən birinci girək, bunu göstərək. Bu arada bunun arxa stoklarına da yeni bir güncəlləmə gəlib. Onu da göstərəcəm təbii ki. Telefona da yeni güncəlləmə gəlib. 5-4 dənə proqram gəlib. Baxın, ilk öncə telefon göstərək. Baxın, belə proqramlar gəlib. Buradan klana girə bilirsiniz. Ondan sonra burada oyunlara girə bilirsiniz. Baxın, CPM2, CPM Qargi, CPM Trafik, nə bilim, sosial mediaya da girə bilərsiniz. Nəysə, bunlar belə. Baxın, arka stoklarını göster. Baxın, arka stokları artıq biraz daha parıldayır. Bu belə deyil idi deyə xatırlayıram. Amma gətirdikləri çox gözəl olub məncə. Baxın, daha çox parlayır belə. Bir də ki, buna qapı açılma animasyonu gəlib. Baxın, tam bir tırdan düşərmiş kimi düşür. Baxın, çox gözəldir məncə. Bu özəllik çox gözəldir məncə. Mən çox bəyəndim yəni. Bu arada çöl xəritəsini də göstərəcəyik. İndi gələk buradan bu tırımıza. Optimus Prime'lı çizimli tırımız. Buradan girək oyunumuza. Bu arada sadəcə bu 2 dənə tıra gəlməyib. Bu qapı açılma animasyonu. Bir çox maşına gəlib bu qapı açılma animasyonu.
Onları da tabii ki göstereceğim sizlere. Bakın bu arada bunun arkası da çok güzeldi. Bakın için təzəliyiblər. Bakın burada logo yeri. Sadece yazılar silinib. Bu düğme var idi. Burada yok idi bilmirəm. Bak bir tane de düğme var burada. Kırmızı düğme. Burada xəritə var. Bakın böyle. Bunun arkası çok güzeldi bence. Ben çok beğendim bunun arkasını sanırım. Özümün o kadar beğendim ki. Bakın burada bir televizor var. Burada istediğin gibi uzanıp yatabilirsen. Yani tam Amerikan tırları kimidir. Bakın böyle de sürebilirsiniz buradan. Yani çok güzeldi bence. Çok güzel eləyiblər bunu. Yaxşı ki gətiriblər. Bakın böyle bir qapı açılma animasyonu da gəlib. Böyle bunun bagajını da açabilirsiniz. Bakın bagajı buradadır bunun. Bakın buradan yığabilirsiniz şeyler ama biraz balacadır diyesen. Neyse. Bakın buradan kaputunu da açabilirsiniz. Motorxana var burada. Bence çok güzel bir güncelleme gətiriblər. Çok güzeldi bence. O kadar beğendim ki. Şimdi bir son maşınlar göstereceğim sizlere. Buna gelmişti, gelmemişti bilmirəm. Bir dakika baxaq buna. Buna gelmişti. Bir dakika. Uşaqlar maalesef buna gelmeyip. Bakın. Normal. Minir çıxır. Kaş gelseydi ama gelmeyip. Neyse çıxaq indi biz. O bir maşınları da gösterək. Bakın bu maşına da qapı açılma animasyonu gəlib. Bakın bu maşına da qapı açılma animasyonu gəlib. İkisine de qapı açılma animasyonu gəlib. Şimdi bunları alaq, baxaq. Və baxın gördüğünüz kimi qapı açılma animasyonu buna da gəlib. Çok gözəldir məncə. Böyle bagajını da açabilirsiniz. Yani bagaj deyəndə buranı deyirəm də. Bakın kaputu da açabilirsiniz. Bura bagaj sayılır məncə. Bak çünkü motorxana arkadadır. Bakın. Burada bir şey koyabilirsiniz aslında. Kaputun içine de koyabilirsiniz. Burada koyabilirsiniz. Çok güzel olup. Bence. Neyse keçək o bir maşınımıza. McLaren'a yani. McLaren deyirəm. Keçək ona. Uşaqlar bu sefer çöl xəritəsinə gəldim. Bakın göstərim bu arada. Qapı açılma animasyonu gəlib deyəcəkdim. Bu niyə mənə arxaya atdı? Bir dəqiqə. Bakın bu arada sadece bagaj kaputu açılabilir. Arkası açılabilmir. Onu da diyeyim. Bakın sadece kaputu açılabilir. Arkası açılabilmir. Gördüğünüz kimi. İndi gelin biraz çöl xəritəsini gəzək bu maşından. Yeni yerler gəlib. Onlara da baxarıq. Gəlin gedək. Bakın bura bir tane burger. Burger yenilənmişdi. Onu da bilmirəm. Bakın burada bir tane eski kasa, köhne kasa böyle bir Sprinter tır gəlib. Yani tır neydi? Sprinter gəlib de yani. Çok güzeldi bence. Ama ondan oyunda yoktu, sadece burada vardı yani. Bu kaktüsleri dağıtmak çok rahatlatır mı? Sonra bu kaktüslerin kırılmak beni o kadar rahatlatır ki. Lezzet edir de yani. Pardon. Bu maşına da qapı açma animasyonu gəlmişdi. Bax bu maşına. Onu da indi göstərərəm. İndi. O yadımdan çıxıb təmiz. Neyse bura bir tane o yük taşıma şey gəlmişdi. O haradaydı, bir tane yadımdan çıxdı oyun yeri. Oyun yeri haradaydı Allah. Allah dağıldı her yer. Baxın indi bura vuracam. Çox qəşəng dağılır bu arada bunlar. Normalde böyle bir şey yok idi ama gətiriblər də. Baxın çox gözəl olub. Belə bu güncələmə. Siz de fikirlərinizi yorumlara yazabilirsiniz. Neyse. Biraz gəzək. Buralarda mağara olmalıdır və bir də ki qırıq köprü olmalıdır. Qırıq köprüyə də gedəcəyik indi mağaraya da. Bu arada o şey pul verib gəzirsən, o şeyi dəyişdiriblər. Bir dəqiqə araydı oraya yadımdan çıxıb. Ya neyse qabağımıza çıxar indi birazdan. Orada baxacağıq, orada dəyişdiriblər. Gözəl olub məncə. Orada məncə gözəl olub. Baxın burada nefitlər var. Nefit deyirdilər.
Nefit bunlardan geldi deyəsən. Nefit gelirdi bunlardan. Neyse boş verin, gedək biz. Bakın burada fabrika adı nədir? Fabrika adı deyəsən. Ben elə bilirəm, bəlkə fabrika deyil ama neyse. Bakın burada qumlar var. Qumlar, bakın. Çok güzel olur bence. Bunlar da yine nefit üretenler. Nefit üretenler de ala bunlar. Adlarını bilmirəm ki. Neyse. Eyni şeydən nə çoxlu var. Burada benzinliyi dəyişiblər. Baxın benzinliyə də güncəlləmə gətiriblər. Neyse, indi bir tane de qapı açma animasyon gelmişti bir tane maşına. Onu da göstereceğim. Yani onu da göstereceğim. İndi bu maşını sizə sadəcə göstermek için almıştım ona göre de yani. Bu arada Ferrari'ni göstermek yadımdan çıxdı. Bakın böyle bir Ferrari gelmiş oyuna. Bu gelenekten bu standart. Burada biri sizinle değişir. Bakın bu kapının şeyi var ya, kapıya dikkatli bakın. Gördüğünüz gibi kıpkırmızı oldu indi. Yine bakın. Bu sefer kara rengi oldu. Neyse bunu biz geleneğe alalım. Ferrari'ni göstermeyi atmazmıştı. Bu arada bunun qabağını sökebilirsiniz. Bakın heç bir programsız, uygulamasız, Game Guardiansız. Bakın buradan X'e basarsanız sökürsünüz. Takmak istəsəz də təzədən taxırsınız yerinə. Neyse indi o bir tane de qapı açma animasyon gelmişti bir tane maşına, onu da göstereceğim indi. Bir dəqiqə haradaydı o? Bir dakika buralarda bir yerde olmalıdı. Haradaydı ola o? Buralarda bir yerde olmalıdı haradasa. Burada. Burada. Buna da kapatsın animasyon gelip indi göstereceğim. Bu arada bu videonu düzenleyeceğim. Bu videonu da düzenleyerek. Yani sesim indi bu dakika biraz az çıxır ama oradan sesleri yükseltmem lazım. Səhv götürdüm ben, bu değildi. Bu değildi, başkasıydı ama buna oxşar maşınıydı. Bu değildi ama. Neyse bunu silək. Videoda bura kadar olsun. Daha bitirək video. Bakın burada Xəzər var. Neyse. Uşaqlar video bu kadar idi. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Ben getdim. Kanala abone olmayı unutmayın. Yeni videolar gələcək.